Bütün dildaşlarımı və soydaşlarımı ürəkdən sağlamıram. Dostlar, əlinizdə əgər su var, içsiz qoyun yerə bu videoya baxın. Yəni hər türkə gecə çörəyindən vacibdir ki, bu videoya baxsın, yoldaşlarına göndərsin. Bu video tək başına sabit edir ki, yer kürəsində birinci dil türkdən başlanıb və əvvəlin və ilkin insanlar ki, yer kürəsində yaşayıb, yerə addım qoyulan türklərdir. Baxın, bu bilgiləri, türk dil və ədəbiyyatın olan bilgiləri Kaliforniyanın danışqahında da heç kəs bilmir, bilsə də üstünü örtüblər. Baxın, mənim dəyərli yurttaşlarım və dildaşlarım, insan minlər il yer üzündə dilsiz yaşayır. Sonra əvvəlin dil ki başlanıbdır, lal diliymiş. Və insan əvvəl dilin təbiətdən öyrəşir. Necə ki, bir dənə uşaq anadan olanda 2 il əvvəli dil danışa bilmir, anasından, bacısından, qardaşdan, hər kəsdən, dövrədən eşidən səsləri 2-3 ilin içində içəridə, məğzində, beynində saylaşdırır, təmin il sonra başlayır danışsın. İlkin insanlar da eynən bir dənə anadan olmuş uşağa bənzəyirmişlər. Və insan dili fəqət təbiətdən öyrəşibdir. Başqa hər kəs nə deyir yalandır. Təbiətdən alan səsləri içəridə saylaşdırıb təmrin eləyibdir. O səslərdən biri məsələn heyvanatın səsi və təbiətin. Bu günlərimə bir dənə səs araşdırırıq. Xoruz ki, qoruz və görüzdür. İnsan əvvəl çox sözlərin heyvanatdan, qarqadan, xoruzdan, buluddan alıbdır. Xoruzdan nə cür öyrəşibdir? Xoruz, qoruz və görüz görməkdən gəlir. Əvvəlin heyvandakı günəşi görüb və müqəddəs heyvanlardandır. Bizim bəzi el tayfaların içində də indi xoruz bir dənə müqəddəs heyvan sayılır. Xoruz dam yarılanda, yəni sübut işığında günəşin gəlməsinin üzrəsindən bizə muştuluq verər. Nə səsindən? Ququliqu. Ququliqu, qu. İllər minlər bu xoruz qu deyib və qu insan da təmrin eləyib qun və gün sözü çıxıbdır. Gün ki san olubdur. İngiliscədə də xorşidə san deyərlər. Gün əvvəlin söz başının üstə görülmüş. Gündə od varmış, işıqlıq varmış, həyat varmış. İnsan əvvəliyə qaranlıqdan qorxurmuş. Gün gələndə səvinirmiş, işıq həqiqətə gəlir. Gün sözü əvvəlin sözlərdən ki doğulub. Qu və gün sözü. Gün sözündə də tüm gündə enerji var, od var, atəş var, istilik varmış. Qud, od və xod sözü. Üçü də bir anlamdadır. Qud, od və xod, od və atəş anlamında. Atəş, gərma, həyat. Atəş, gərma, həyat. Atəş, gərma. Üçü də bunların bir sözdür. Qud, od və xod. Qud, quddan qud, quda və xuda, qudsal, müqəddəs sözlər çıxıb. Xuda. Çünki insan əvvəl günəşpərəst olubdur. Günəşin istiliyinə görə dedim ki, hər nə mənə günəşdən gəlir. Həyat, o tərəfin göyərməyi, istilik. Ona görə Allah əvvəl şamanistdə, günəşpərəstlikdə qud, quda və xuda, qudsal sözləri